Müharibə sülhdür, azadlıq köləlikdir, cəhalət gücdür. İlk baxışda absurd görünən bu şüar günümüzdə səslənsə, heç kim onu ciddiyə almaz, hətta axmaqlıq kimi qiymətləndirər. Amma 1984 romanında bu şüar bütün küçələrdə və binalarda yazılır, radiolarda səsləndirilir. Ölkə əhalisi bu şüarı sorğu-sualsız qəbul eləyir və sarsılmaz bir inamla bu şüara bağlıdır. Onlar üçün bu şüar mütləq həqiqətdir və bunun uğrunda hər an ölümə getməyə hazırdırlar. Bəs bunun sirri nədir? Bu insanlara nə olub? Onlar nə üçün bu hala gəliblər? Nəyə inandırılıblar? Onlar həmişə belə olublar, yoxsa sonradan dəyişikliyə məruz qalıblar? Nə uğrunda yaşayır, döyüşür, ölür və öldürürlər? Ən əsası, bu idarəetmənin arxasında dayanan güclər kimdir və hansı güclü üsullarla bu insanları nəzarətdə saxlayırlar? Kitab bizə distopik bir dövlət təsvir eləyir. Bu dövlətin adı Okeaniyadır. Okeaniya dövlətini partiya idarə eləyir. Bu dövlət vətəndaşlarını olduqca sərt və dözülməz qanunlarla nəzarət altında saxlayır. Dövlətin başçısı böyük qardaşdır. Böyük qardaş simvolik rəhbərdir. Onun şəkilləri hər yerdədir. Binalarda, ekranlarda. Amma bu böyük qardaş kimdir, nəçidir? Onun haqqında əhali heç bir məlumata sahib deyil. Partiya bütün siyasət və əmrləri bu böyük qardaşın adı altında həyata keçirir. Partiya özü üç hissəyə bölünür. Daxili partiya, xarici partiya və prollar. Daxili partiya idarəetmənin mərkəzidir. Yəni bütün göstərişlər buradan verilir. Xarici partiya icra edici funksiya daşıyır. Yəni daxili partiyanın verdiyi tapşırıqların icrasını həyata keçirir. Prollar isə ən aşağı təbəqə hesab edilir. Yəni qara cəmaət. Bu, kütlənin 85%-ni təşkil edir. Prollar doğub törüyür, çirkab içində böyüyürlər. 10-12 yaşında işləməyə gedirlər. Seksuallıq dövrləri çox qısa çəkir. 20 yaşlarında evlənirlər. 30 yaşlarına çatanda isə orta yaşlı adam kimi görünürlər. 60 yaşlarında isə milçək kimi qırılmağa başlayırlar. Onların həyatı fiziki əmək, ev və ailə qayğıları, qonum-qonşularla dava-dalaş, kino, futbol, pivə və qumardan ibarətdir. Əxlaq məsələlərində onlara ata-baba qaydaları ilə yaşamağa icazə verilir. Partiya üzvlərinə tətbiq olunan sərt seksuallıq məhdudiyyətlərinin prollar heç bir dəxli yoxdur. Əxlaqsız həyat tərzinə görə onları cəzalandırmırlar. Boşanmalara icazə verilir. Dinə ciddi meyil və maraq göstərirlərsə, bu ibadət niyyəti hesab edilir və etirazla qarşılanmır. Bir sözlə, prollar hər cür şübhənin fövqündə dayanırlar. Partiyanın şüarlarından birində deyildiyi kimi. Prollar və heyvanlar azaddılar. Amma bütün bunlara baxmayaraq, prollar öz həyatlarından razıdırlar və etiraz etmək ağıllarına da gəlmir. Bəs niyə? Çünki dövlətin çox güclü manipulativ idarəetmə və şuura nəzarət üsulları mövcuddur. Bütün binalar patrolların nəzarəti altındadır. Amma bu nəzarətin ən aşağı pilləsidir. Hər kəsin evində xüsusi ekranlar quraşdırılıb. Bu ekranlar həm görüntü, həm də səs qeyd edir. Ekranda gün ərzində müxtəlif uydurma elanlar, yalan xəbərlər gedir. Heç bir prolun ekranı söndürməyə icazəsi yoxdur. Ölkədə azad düşüncə qadağandır. Hər kəs partiyanın istədiyi kimi düşünməlidir. Siyasi müxalifət, yəni partiyaya qarşı çıxmaq, tənqid etmək cinayət hesab edilir. Həmçinin həqiqət axtarışı yol verilməzdir. Tarixi sənədləri araşdırmaq, informasiyalara şübhə ilə yanaşmaq olmaz. Müstəqil əlaqələr və sevgi qadağandır. Həqiqi emosional ifadələr partiya üçün bir təhdiddir. Şəhərin hər yerində insanların öz ifadəsini nəzərdə saxlayan sensorlu kameralar quraşdırılıb. İnsanlar arasında həqiqi hisslər yol verilməzdir. Məhəbbət yox, erotik duyğular icazəlidir. Bu evliliklərdə də gözlənilməli bir qaydadır. Cinsi əlaqə lazımsız bir şey kimi beyinlərə daha uşaq vaxtından yeridilir. Gənclər arasında daimi olaraq antiseks təbliğatı aparılır. Hamiləliklər süni mayalandırma vasitəsilə həyata keçirilir. Partiyanın məqsədi cinsi həvəsi yox etməkdir. Ölkədə 4 nazirlik mövcuddur. Həqiqət Nazirliyi, Sülh Nazirliyi, Sevgi Nazirliyi və Rifah Nazirliyi. Həqiqət Nazirliyi əhaliyə yalan informasiyaları verir. Sülh Nazirliyi daimi müharibəni təşkil edir. Sevgi Nazirliyi qorxu, işgəncə və psixoloji təzyiq vasitəsilə partiyanın idarəetmə üsulunu əhali tərəfindən icrasını nəzarətdə saxlayır. Rifah Nazirliyi isə əhali üçün qıtlıq və kasıblıq yaradır. Ölkədə hər şey baş ayaqdır. Həqiqət tərif edilib.
Əhali özü də başayaq yaşadığı üçün bu tərif edilmiş həqiqəti görə bilmir. Onlara görə həqiqət mütləq deyil, nisbidir. Dəyişdirilə bilər, tərifi mümkündür. Vincent 30'lu yaşlarda departament işçisidir. Həqiqət Nazirliyində çalışır və sənədləri saxtalaşdırma işini həyata keçirir. Lakin Vincent digərlərinə fərqli olaraq etdiyi işin saxtalaşdırma olduğunu dərk eləyir. Hadisələri sorğulamaq bacarığı güclüdür. Həqiqətin partiya tərəfindən örtbasdır edildiyini bilir və bir gün gizlin şəkildə gündəlik tutmağa başlayır. Gündəliyə yaşadığı hadisələri və şübhələrini qeyd edir. Bu ərəfədə Julia adlı bir qızla gizli münasibət yaşamağa başlayır. Julia xarici partiya üzvüdür və Vincentdən fərqli olaraq çevriliş etmək kimi böyük arzuları yoxdur. Daha çox şəxsi istəkləri uğrunda mübarizə aparır. Onlar hər kəsdən gizlin şəkildə müəyyən yerlərdə görüşüb münasibətə girirlər və zamanla bir-birlərini sevməyə başlayırlar. Biz hekayənin gedişatında Vincent və Julia'nın O'Brien adlı şəxsin əlinə keçməsinə və hər ikisinin də işgəncə vasitəsilə beyin yuma əməliyyatlarına məruz qalmasına şahid oluruq. Kitabı oxuyarkən istər-istəməz bir sual yaranır. Əhali bu qədər təzyiq altında nə üçün üsyan eləmir? Əksinə, böyük bir sevgi ilə könüllü şəkildə partiyaya xidmət eləyirlər. Buna səbəb dövlətin müəyyən propaganda və manipulyasiya vasitələrindən istifadə etməsidir. Bunlardan ilki keçmişi yox etməkdir. Keçmişi necə yox eləyirlər? Qəzetlər, kitablar, rəsmi çıxışlar, statistik məlumatlar daim yenidən yazılır. Orijinal sənədlər yaddaş dəliklərində yandırılır. Müharibələr, düşmənlər, ittifaqlar dəyişdirilir və sanki həmişə belə olubmuş kimi təqdim edilir. Keçmiş hadisələr partiyanın cari mövqeyinə uyğunlaşdırılır. Partiyaya qarşı çıxan və ya təhlükəli sayılan insanlar rəsmi olaraq heç vaxt mövcud olmamış kimi silinir. Onların adı, şəkli, izi bütün sənədlərdən yox edilir. Partiyanın deyimi ilə buxara çevrilirlər. İnsanlar öz xatirələrinə inanmamağı öyrədilir. Partiya nə deyirsə doğru odur. Şəxsi yaddaş, təhlükəli və etibarsız sayılır. İnsanlar eyni anda iki zidd fikri qəbul eləyir. Keçmiş dəyişdirilib və keçmiş heç vaxt dəyişdirilməyib. Partiya buna ikifikirlilik deyir və ikifikirlilik insanlar arasında normal hesab edilir. Digər bir üsul dili yox etməkdir. Dövlətin rəsmi dili yeni dildir. Yeni dil elə bir dildir ki, daim yenilənir və hər dəfə yeniləndikcə yüzlərlə söz aradan götürülür. Sözlərin sinonimləri, antonimləri lazımsız hesab edilərək yox edilir. Bəs məqsəd nədir? Məqsəd düşüncəni məhdudlaşdırmaqdır. Tutaq ki, bir insan azadlıq haqqında danışmaq istəyir, normal dildə bu fikri ifadə etmək mümkündür. Yeni dildə isə azadlıq sözü lazımsız hesab edildiyi üçün məhv edildiyinə görə azadlıq kimi bir anlayış da yoxdur. Yaxud kimsə partiya siyasətini tənqid etmək istəyir, yeni dil bu tənqidi sözləri məhv etdiyi üçün tənqid də mümkün olmur. Beləliklə dil yığcanlaşdıqca insanların düşüncə azadlığını məhdudlaşdırır. İnsan bir şey ifadə edə bilmirsə, onu düşünə də bilmir. Başqa bir üsul propagandadır. Bu propaganda ölkədə hər həftə təşkil olunan nifrət 2 dəqiqəliyində özünü büruzə verir. Bəs nədir bu nifrət 2 dəqiqəliyi? Okeaniya dövlətinin simvolik bir düşməni var. Həmin şəxsin adı Goldsteindir. Goldsteinin həqiqətən var olub olmaması məlum deyil. Lakin hər 2 dəqiqəlik nifrət mərasimində böyük ekranda Goldsteinin şəkli göstərilir və əhali müxtəlif söyüş və təhqirlərlə ona nifrət nümayiş etdirir. Hətta bu mərasimlərdə partiyanı gizlin şəkildə dəstəkləməyən Vincent kimi adamlar da sürü psixologiyasına qapılıb digərləri kimi öz nifrətlərini göstərməyə məcburiyyətində qalırlar. Amerikalı sosioloq William Biddle 1931-ci il, yəni bu kitabın yazılmasından təxminən 17 il öncə Propagandanın psixologiyası adlı bir məqalə yazır. Bu məqalədə qüsursuz bir propaganda üçün gərəkli olan 4 ünsur qeyd olunub. Birinci ünsur belədir: emosiyalara əsaslanmaq, faktlara deyil. Yəni, məqaləyə görə propaganda məntiqi faktlardan çox insan emosiyalarına təsir etməlidir. Məqsəd insanların hisslərini oyadaraq onlara təsir etməkdir. İkinci ünsur biz və düşmən kimi qruplara əks etdirmək. Yəni, kütlə üçün mütləq birlik, eyni zamanda düşmən yaratmaq lazımdır. Üçüncü ünsur fərdlərə və qruplara yönəlmək. Yəni, yalnız fərdlərə yox, cəmiyyətə nüfuz edə bilmək. Dördüncü ünsur propagandistləri gizlətmək. Mesajı çatdıranların kim olduğu çox görünməməli. Propagandistlər öz mövcudluğunu mümkün qədər gizlətməlidirlər ki, tənqid və etirazların qarşısı alınsın.
Nifrət 2 dəqiqəlik mərasiminə diqqətlə baxsaq, bu 4 ünsürün mükəmməl şəkildə işləndiyini görmək mümkündür. Birinci ünsür nə idi? Emosiyalara əsaslanmaq, arqumentlərə deyil. Nifrət 2 dəqiqəsi zamanı vətəndaşlar arqument, yəni faktlara yox, emosiyalara yönəldilmiş görüntü və nitqlərlə idarə olunur. Onlar qorxu, nifrət və qəzəb hissləri ilə doldurulur, amma nəyə və nə üçün nifrət göstərdiklərini heç özləri də bilmirlər. İkinci ünsür nə idi? Biz və düşmən kimi qruplara hiss etdirmək. Partiya daim müharibə aparır və bir düşmənə sahibdir. Çünki partiya bilir ki, düşmənsiz və müharibəsiz qalan kütlə nifrət və qəzəblərini dövlətə qarşı yönəldəcəklər. Ona görə hər zaman bir düşmən və müharibəyə ehtiyac duyur. Üçüncü ünsür nə idi? Fərdlərə və qruplara yönəlmək. Mərasimdən fərdlər həm də kütlə eyni anda manipulyasiya olunur. Hər kəs eyni nifrət ritualına qoşulur. Fərdi hisslər toplu bir emosiyaya çevrilir. Mərasimin saxtalığını başa düşən biri belə kütləyə məruz qalıb uyğunlaşmağa məcbur qalır. Və sonda dördüncü ünsur, propagandistləri gizlətmək. Partiya mesajın arxasında duranları gizlədir. Böyük qardaş lider olsa da heç vaxt göstərilmir və varlığı sir kimi qorunub saxlanır. Onu sadəcə divarlarda, ekranlarda görmək mümkündür. Digər hallarda isə hər zaman gizli tutulur. Propagandalardan təbii ki, ən məşhuru isə 200-2 bərabərdir 5 şüarıdır. O'Brien Vincent ələ keçirdiyi zaman 200-2 bərabərdir 5 anlayışını onun beyninə işgəncə vasitəsilə yeritməyə çalışır. Amma bu şüarın kökü kitabdan savayı daha dərinlərə gedib çıxır. Məsələn, Stalin dövrü, xüsusilə 1930-cu illər, 5 illik planı 4 ilə yerinə yetirdiyi başlıqlı elan, bu məntiqdən doğan şüar kimi bəzən istehzalı şəkildə 200-2 bərabərdir 5 şüarını xalqa təqdim edirdilər. Amma kitabda bu ironiya daha çox nazi təfəkkürünə yönəldilmiş ironiyadır. Nasist Almaniyasının ikinci ən güclü fiquru olan Hermann Göring Hitlerə sadiqliyini vurğulamaq adına belə bir cümlə işlətmişdi. Əgər rəhbərimiz 200-2 bərabərdir 5-dir desə, demək 200-2 bərabərdir 5-dir. Hermannın bu cümləsini istinadən Orwell 1943-cü ildə yayımladığı bir məqaləsində bu cümlələrə qeyd edir. Totalitar düşüncə sadəcə yalan danışmır, obyektiv həqiqətin mövcudluğunu inkar edir. Əgər lider 200-2 5 deyirsə, deməli 200-2 5-dir. Bu düşüncə tərzi məni bombalardan daha çox qorxuya salır. Kitabın sonlarına doğru görürük ki, bu güclü propagandalar belə Vincent kimi daxili azadlığa sahib birini partiyanın quluna çevirmək üçün yetərli olmur və O'Brien ən son üsulu əl atır. Vincent'i 101-ci otaqla cəzalandırır. Nədir 101-ci otaq? 101-ci otaq Sevgi Nazirliyində yerləşən və insanların ən dərin qorxuları ilə üz-üzə qoyulduğu xüsusi bir otaqdır. Burada işgəncə fiziki ağrıdan çox psixoloji sındırma üzərində qurulub. Otaqda hər kəs üçün eyni cəza yoxdur. Partiya həmin insanın ən böyük qorxusunu əvvəlcədən müəyyən eləyir və onu istifadə eləyir. Bu otağın məqsədi etiraf almaq deyil, çünki partiya üçün etiraf kifayət deyil. Məqsəd insanın daxili müqavimətini tamamilə məhv etmək, onu partiyaya qarşı olan son düşüncə və hisslərini də sındırmaqdır. İnsan burada yalnız dediklərini yox, hiss etdiklərini də dəyişir. 101-ci otaqdan çıxan insan artıq partiyaya yalnız qorxudan yox, daxildən qəbul eləyərək itaat eləyir. Bu otaq partiyanın tam qələbəsinin simvoludur. Bədən yox, zehin fəth olunur. Vincent də burada ən böyük qorxusu olan Scovolarla üzləşir. O'Brien Vincent və Julia arasında olan sevgi münasibətini bilir. Vincent və Julia işgəncə əsnasında bir-birlərini hər şəkildə satsalar da, bu ələ vermək partiya üçün yetərli sayılmır. O'Brien bilir ki, Vincent Julia'nı satsa belə, daxilən hələ də onu sevir. Bundan yola çıxaraq Vincent'in önünə iki seçim qoyur. Scovolar ya onu yeyəcək, ya da Julia'nı. Və Vincent bu son seçimdə məğlub olur. Scovoların özünü yox, Julia'nı yeməsini istəyir. Bu istək O'Brien və partiya üçün yetərli bir cavabdır. İşgəncə yekunlaşır. Vincent artıq azaddır. Partiya istədiyinə çatır. Vincent'i də istədikləri düşüncə qəlbinə salmağa bacarır. Vincent artıq partiyanın dəstəkçisidir. O, qəlbində böyük qardaşa qarşı sevgi bəsləməyə başlayır. Vincent üçün də artıq 200-2 5-dir. Müəllif kitabın sonu ilə bizə nə demək istəyir?
Qəhrəmanın məğlub olması bizdə pessimist bir düşüncəyə səbəb ola bilər. Yəni əgər sonda hər kəs məğlub olacaqsa, o zaman mübarizə aparmaq nəyə lazımdır kimi bir sual yarana bilər. Amma qəribədir ki, kitabda ən çarəsiz hesab edilən prollar elə qurtuluşun tək çıxış qapısı kimi göstərilir. Müəllif qəhrəman vasitəsilə bizə deyir: "Ümid sadəcə prollaradır. Nicat yolu varsa, onu yalnız prollardan, Okeaniya əhalisinin 85%-ni əhatə edən bu qara kütlədən gözləmək lazımdır. Yalnız onların içərisindən partiyanı məhv etməyə qadir qüvvə yetişə bilər. Çünki prollar insani sifətlərini qoruyub saxlayıblar, daxilən yadlaşmayıblar. Bədənin bir titrəyişi ilə bütün milçəkləri qovan at kimi onların da ayağa qalxıb silkələnmələr kifayətdir. Əgər prollar istəsələr, günü sabah partiyanın daşını daş üstə qoymazlar. Amma onlarda şuur yaranmayana qədər üsyan eləməyəcəklər. Üsyan eləməsələr isə heç vaxt şuurlu olmayacaqlar. Tez ya gec bunu mütləq başa düşəcəklər."